Herkese salam qızlar. Bugün mən bir tikə ətdən 5 nəfərlik yemək, kotlet necə hazırlayıram, onu çəkmişəm. Gördüyünüz kimi kartof soğanı doğrayıram. 2-3 ədəd kartofdur, 1 ədəd də soğandır. Zövqə görə dəyişir bunlar. İçərisinə heç bir göyərti falan vurmadım. Daha sonra isə belə yağlarından ayırıram ətləri, 1-2 tikə ət götürürəm. Daha sonra isə bu ətləri çox qəşəng şəkildə yuyuram. Belə xırda-xırda doğradım. İstədim ki, blenderdan eləyim. Ən qəşəngi çox dadlı olur blenderdan eləyəndə. Amma ki, blenderim xarab olub, heç özümdə xəbərim yoxdur. Blenderin başlığını tapdım, gətirdim. Amma gördüm ki, xarab olub bu. Bilmirəm, biraz da düzəltmək istədim, amma düzəlmədi. Nə qədər əlləşdimsə düzəlmədi. Daha sonra isə dedim keçim, ət çəkəndən çəkim. Amma blenderla çox qəşəng dadlı olur. Daha dadlı olur daha doğrusu. Çəkəndən öncə ətlərimi çəkirəm. Gördüyünüz kimi bir tikə ətdə demək olar belə. Çəkdim, üstünə də soğan, kartof əlavə edirəm. Bunlarda ət çəkəndən çəkirəm, soğanla, kartuşkanı. 1-2 tikə də çörək çəkirəm ki, həm içi təmizlənsin, kotlet dadlı olsun. İçərisinə sarı kök, pul biber, qırmızı biber, sonra istiot, duz, biraz yağ, biraz da un vururam, qarışdırıram belə qəşəng. Daha sonra isə belə kotlet alına salıram. Həriyə 2 dənə düşsə 5 nəfəri yeməkdir. Biraz yanına kartof qızardıb qoyuruz, olur 5 nəfəri yemək. Yəni belə eləmək olar. Həriyə 2 dənə kotlet. Daha sonra isə tavan qoyuram üstünə, qızır, yağını əlavə edirəm. Yağ da biraz qızır. Kotletlər də unlayıb qızardıram belə. Siyah